Təsəvvür edin, bir xanım gözəllik salonuna gözəlləşmək üçün gedir, amma orada insult keçirir. Pretty woman, the kind I like to meet. Bu necə baş verə bilər? Bu insultun gözəl də bir adı var. Beauty parlor stroke sindrom deyə gedir və xüsusilə xanımlarda rast gəlinir. Gözəllik salonunda saçları yumaq üçün uzandığı o saç yuma kreslosunda baş həddindən artıq arxaya doğru əyilmiş vəziyyətə gətirilir. Hyperextension dediyimiz bir durumda beyin qanlanmasında problem yarana bilir. Bilirsiniz, beynin əsas qidalandırıcı arteriyaları ön və arxa tərəfdən keçir və arxa tərəfdən keçən vertebral arterlər adlandırdığımız bu damarlarda sıxılma, tamlığın pozulması mümkün ola bilər. Amma hər kəsdə deyil. Şəkər xəstəliyi, təzyiq, siqaret çəkən, hiperlipidemisi olanlarda və sümük strukturunda problem olan insanlarda bu ola bilər. Və həmin vaxt müşahidə edilə bilən insult əlamətləri baş gicəllənmə, özünü narahat hiss etmə, görmənin dəyişilməsi, bulantının olması şəklində özünü göstərə bilər. Ona görə də yaxşı olar ki, başı həddindən artıq arxaya əyilməsinlər və arxa hissəsinə yüngül bir dəstək qoyulsun.